Dostlar, dəfələrlə demişəm, biz heç də belə deyil ki, əvvəl hansısa bir əqidəni ağıl əsasında seçirik, sonra gedib öz istəklərimizi ona uyğun tətbiq edirik. Xeyr. Adətən bizim içimizə uyğun olur əqidə, sonra gəlirik onun üçün fəlsəfə düzəldirik, istidlal düzəldirik. İndi nə etmək lazımdır? Onun üçün məktəb düzəltmək lazımdır. Biz görürük ki, 20-ci əsrin yarısından sonra biz Peter Singer'in fəlsəfəsi haqqında danışmışıq. Gəlirlər artıq iti bir həddə qaldırırlar, heyvanları bir həddə qaldırırlar ki, onlara şəxsiyyət verirlər. Böyük meymun proyekti haqqında sizlə Dawkins'la Singer bunu işləyir, Yeni Zelandiyada danışmışıq. Meymunlara şəxsiyyət vermək lazımdır, insana bənzər varlıq kimi. Bu yandan gəliblər itə bu qədər bu cür deyək, ictimaiyə hətta daxil ediblər. Onun üçün müqəddəsliklər düzəldirlər, filmlər çəkirlər və s. Mənə dostlardan bir nümunə çəkdi. Türkiyədə bir nəfərə deməli mükafat veriblər, deyir, mən küçədə ölmüş itlərə bunu həsr edirəm. Yaxşı, bəs ondan soruşulur, Qəzzədə ölmüş körpələr necə? Onun üçün ikinci dərəcəlidir. Çünki insan mənəvi bir varlıqdır, ictimai bir varlıqdır. Mənəvi və ictimai aclığını artıq itlə doldurub, insandan qaçıb. O tənhalaşıb, o təkləşib, o yırtıcılaşıb, vəhşiləşib və orada baxın, qərb düşüncə məktəbinin ifrat və təfridi. Bir gün itə bu cür işgəncə edən, heyvana bu cür işgəncə edən, bir gün gəlir bu heyvanları ilah həddinə qaldırır. Çünki mənəvi boşluqdan sonra gedir o səmtə, onu ilah həddinə qaldırır. Orta yoxdur. Yəni, biz baxaq ki, bu məxluq Allahın yaratdığı mənada ona mənsubdur və bir müqəddəsliyi var, ona işgəncə vermək olmaz, onu öldürmək olmaz yersiz, əzab vermək olmaz. Onun özünün hüquqları var, bu heyvanın, bu itin, pişin, hər heyvanın, inəyin, camışın hüququ var. Bu bir baxışdır. Bir də var, bir dəfə onu təmiz rədd edəsən, ona bir maşın kimi baxasan, hər cür üstündə təcrübə keçirməyə özünə icazə verəsən, sonra gələsən o tərəfdən aşasan, ilahlaşdırasan, ailənin boşluğunu bu doldurub, mənəvi boşluğunu bu doldurub. Və insan dediyim kimi egoistdir, özünü sevir, hər şey öz ətrafında görmək istəyir, həmin bu insan mehvərlilik öz ətrafında görmək istəyir. Gəlir bir heyvan seçir ki, onun dediklərini etsin, dedikləri ilə oturub dursun, onun dalınca qaçsın, qabağında quyruq bulasın, onun üçün əlavə problemlər yaratmasın. Uşaq dünyaya gətirmək problemidir, aliment istəmək problemidir. Sonra xas yemək problemidir, ondan istəməsin. O nə razı etsə, onu necə razı etsə və lazım bilsə, o həddə versin və o qane olsun.